Nə vaxtsa mömin qardaşlarından biri səndən kömək istəyib? Bəli, ey ağa. Bir gün biri kömək istəyir, o biri gündə başqası. Onların istəklərini yerinə yetirirsən? Şükür olsun Allaha. Allahın köməyi ilə onların çoxunun istəyini yerinə yetirirəm. Bəs əgər insanlar arasında nüfuzlu şəxslərdən olmasaydın, onda da istəklərini yerinə yetirə bilərdin? Canım sənə fəda olsun ağam. Əlbəttə ki, yox. Elə isə tərk etmə. Əgər etsən sözünün dəyəri olmayacaq və daha heç bir işə görə səndən kömək istəməyəcəklər. Rəsulullah salavatullah buyurmuşdu. Bərəkət 10 hissədən ibarətdir. Onun 9-u ticarətdə, biri isə İslam ölkələrindədir. Onu da bilin ki, ticarətlə məşğul olmaq ağlı artırır. Ey Peyğəmbər övladı, bəs tacirlərin elədiyi alış-verişin bir çoxu batil deyil? Afərin sənə. Elə bu səbəbdən Əli əleyhissalam buyurmuşdu. Ey tacirlər, şəriət, sonra ticarət. Şəriət, sonra ticarət. Şəriət, sonra ticarət. Tacirin savadsızlığı alış-verişinə təsir göstərir? Ticarət etmək istəyən kəs əvvəlcə dinini öyrənməlidir ki, halalı haramdan ayıra bilsin. Dinini öyrənmədən ticarət edən şəxs mütləq günaha batar.